Arif qardaş sual verən soruşur ki, Quran-ı Kərimi xət edib ölmüş valideynə savabını hədiyyə etmək olarmı? Quran-ı Kərimi övlad oxuyan zaman, Ümumiyyətlə, onu olarmı? xətm edən zaman şək yoxdur ki, etdiyi salih əmələ görə valideyninə savab çatır. Valideyn onu salih əməl üzrə yetişdirdiyinə görə, ona tərbiyə, ədəb, əxlaq verdiyinə görə əlbəttə ki, o valideynə savab çatır. Amma oxuduğum Quranı və ya surənin savabın valideynin üçün göndərirəm və ya ona tapşırıram. Yəni bunun dində heç bir əsli, əsası yoxdur. Övladın etdiyi bütün salih işlərə görə valideyn savab qazanır. Hətta hədislərdə gəlib ki, səhv etməmsə, o Quran-ı Kərimdən nə qədər çox surə bilirsənsə əzbər, qiyamət günü valideynlər bu qədər də dərəcələri cənnətdə yüksəldiləcək. Onların başlarına tac qoyulacaq. Yəni öyrədiblərsə övladlarına, bəli. Allah Teala Yasin surəsində buyurur ki, bu Quran ölülər üçün yox, dirilər üçündür.